Bəzən bir mahnını günlərlə, hətta həftələrlə beynimizdə təkrar-təkrar eşitmiş kimi hiss edirik. Bunun səbəbləri yalnız musiqi zövqü ilə bağlı deyil, həm də neyrobiologiya ilə bağlıdır. Mahnılar beyin üçün sadəcə əyləncə deyil, onlar sinir sistemimizin dərin qatlarına toxunur və emosional memoriya şəbəkələrini işə salır. Beynimiz ritm və melodiyaları analiz etməyə proqramlaşdırılıb. Musiqi işlənərkən beyində bir neçə əsas sahə aktivləşir. Prefrontal korteks, hipokampus və nukleus accumbens. Prefrontal korteks qərar vermə və diqqət, hipokampus yaddaş və təcrübə ilə bağlıdır, nukleus accumbens isə mükafat mərkəzi kimi işləyir. Xüsusi ritm və melodiya nümunələri bu bölgələri eyni anda stimul edir. Bu da mahnının həm yaddaşda qalmasına, həm də xoş hiss yaratmasına səbəb olur. Mahnıların beyində ilişməsi adətən müəyyən struktur və xüsusiyyətlərlə bağlıdır. Təkrarlanan fraqmentlər, sadə melodiyalar, ritmik naqillər və gözlənilməz akkord dəyişiklikləri beyinə işarə göndərir. Bunu yadda saxla, maraqlıdır. Beyin bu siqnalları yaddaş şəbəkələrinə kodlayır və biz özümüz bilmədən mahnını təkrar-təkrar xatırlayırıq. Emosional bağ da böyük rol oynayır. Xüsusilə sevinc, həyəcan və nostalji ilə əlaqəli mahnılar daha çox beynimizdə ilişir. Çünki bu hisslər dopamin səviyyəsini yüksəldir və beyində mükafat dövrəsini aktivləşdirir. Bu, sadəcə musiqi dinləmək deyil, beyində mükafat və yaddaş paketi yaratmaq kimidir. Nəticədə mahnılar beynimizdə ilişir, çünki onlar ritm, melodiya və emosional faktorları ilə yaddaş, diqqət və mükafat sistemlərini eyni anda işə salır. Beyin bunu həm əyləncə, həm də öyrənmə mexanizmi kimi qəbul edir. Hər dəfə həmin mahnını eşitdiyimizdə beyin artıq tanıdığı nümunəyə görə xoş hiss və tanışlıq reaksiyası yaradır.